Azərbaycan Bağırovlardan qurtula bilmir. Eşqi Bağırov təhsilimizi repressiya edir. Ada hallanan Nurlan İsmailbəyli kimdir? Azərbaycan təhsilinin başında dəlləlliyi öyrənənlər az olmayıb. Bu illər ərzində təhsilin körpə budaqlarını baltalayanlar da görmüşük, onu məhvə sürükləmək istəyənlər də. Təhsil isə millətin gələcəyidirsə, deməli onlar millətin gələcəyini şikəst etmək istəyənlər, təhsilə düşmən kəsilənlərdir. Ancaq sonraki illərdə bəzilərinə elə gəldi ki, təhsil idarə etməsində dəyişikliklər, fiqurların əvəzlənməsi ilə müsbət irəliləyiş olacaq. Zamansa göstərdi ki, dəlləkliyi təhsilin başında öyrənənlər vəzifələrə gətirilib. Misal üçün biri elə Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdur. Hamının sevdiyi Yol Əhvalatı filmində deyildiyi kimi, adama nə qədər demək olar ki, ay oğul, qurtar bu xırda xuruş alverdən. Eşqi Bağırov da məhz mühüm bir postun başına gətiriləndən sonra xırda xuruş biznesindən əl çəkmək bilmir. Direktor təyinatlarını, müəllimlərin və şagirdlərin yer dəyişməsini Bağırov bazarına çevirib. Bəli, Bakıda Bağırov körpüsü var idi. İndi təhsilimizdə Bağırov bazarı yaranıb. Bu səbəbdən təhsildə keçmiş idarəçiləri əvəzləyən islahatçı Eşqi Bağırov kimi məmurlar bu sahəni elə günə salıb ki, iflic adamın bədəninə oxşuyur. Yəni, əl-qolu şikəst, sifəti deformasiyaya uğramış, ağzı əyilmiş, gözü çəpləşmiş bir Azərbaycan təhsili var. Eşqi Bağırovun və komandasının son illərdəki fəaliyyəti sayəsində. Sağ olsun Bağırov və adamları təhsili yarımcan edib ayağa qalxmağa hey qalmayıb. Çünki bu eybəcər mühitin yaranmasında Eşqi Bağırovun zəhməti çox olub. Elektron mediada, sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanaraq, həmçinin təhsil ekspertlərinin rəyinə söykənərək, o cümlədən təhsildə baş verənləri müşahidə edərək məktəblərdə hansı bərbad mənzərənin yarandığını deməyə çalışırıq. Məhz Eşqi Bağırov uzun müddətdir ki, nazirlikdə və agentlik rəhbəri kimi kadr məsələsinə baxır. Yəni, direktorları təyin etməyi və işdən çıxarmaqla məşğuldur. Müəllimlərin təyinatı, yer dəyişməsi də Eşqi Bağırovun kurasiyasındadır. Ona görə də təhsilimizdə Bağırov bazarı ad çıxarıb. Hətta kitab biznesinə qədər girişib. Bundan başqa heç kimə sir deyil ki, təhsil sektorunda bir sıra maliyyə maxinasiyalarına yol verilir. Ən böyük yeyinti isə birbaşa məktəblərdə cərəyan edir. Bütün bu maxinasiyaların mərkəzi idarə etmə nöqtəsi isə məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyidir. Dolayısıyla desək, agentliyin rəhbəri Eşqi Bağırovun xəbəri olmadan məktəblərdə heç bir kütləvi maxinasiyaya yol verilməsi mümkün deyil. Ümumiyyətlə, uzun illərdir haqqında demək olar ki, hər gün şikayətlər edilən sıravi müəllimlərin belə əlindən dağ-daman etdiyi bu əcaib adam hər kimdirsə, təhsil sektoru üçün vacib personaya çevrilməsi istər-istəməz maraq doğurur. Axı hansı qeyri-adi səriştəsinə görə? Bağırovun o qədər də çox yaşı yoxdur. O, əmək fəaliyyətini 2014-cü ildə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsində məsləhətçi kimi başlayıb. 2016-17-ci illərdə həmin şöbədə sektor müdiri, müdir mavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildə Nazirliyin aparat rəhbərinin mavini səlahiyyətlərinin icrası ona həvalə edilib. Görünən isə odur ki, Azərbaycanın Bağırovlardan qurtuluşu yoxdur. Biri 37-də ziyalılarımızı repressiya edib, biri ekologiya naziri kimi zamanında yaşıllıqları repressiyaya və genosid edib, indi isə gənc Bağırov təhsilimizi məhv edir. Repressiya və qətl edir ki, ziyalılar, fidanlar yetişməsin. Bəli, sadəcə bu prosesdə Eşqi Bağırov tək deyil. Bu təhsil sistemində iştirakçılardan biri də Nurlan İsmailbəylidir. O, məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin imtahan qeydiyyatı şöbəsinin müdiridir. Onun da yer dəyişmə və digər qeyri-rəsmi işlərlə xüsusi rolunun olduğu bildirilir. Əslində, yaxşı olar ki, Eşqi Bağırov Nurlan İsmailbəylinin fəaliyyəti və ümumilikdə mətbuatda özü barəsində yuxarıda sadalanan iddialarla bağlı münasibət bildirsin, aydınlıq gətirsin. Bir tərəfsiz media olaraq Eşqi Bağırovun bu iddiamlara cavabını da işıqlandırmağa hazırıq. Qarşı tərəf kimi adı çəkilən şəxslər mövqe bildirmək istəyərlərsə, məqaləni hazırlayan jurnalist Nicat Mahmudovun ünvanladığı bəzi suallara da cavab vermələri xahiş olunur. Qeyd edək ki, oxşar suallar mediada və sosial şəbəkələrdə dəfələrlə verilsə də, indiyədək qarşı tərəf heç bir təksib və ya hansısa açıqlama verməyib. Eşqi Bağırovu prezident administrasiyasında vəzifə tutan hansı qohumu himayə edir və agentlik sədrinin qohumu olan
Həsən ağa kimdir? Eşqi Bağırov Nurlan İsmailbəylinin yer dəyişmə, sertifikasiya, müqavilələr, direktor müavinlərinə və başqa təyinatlarda iştirakına nə üçün belə şərait yaradıb? Bundan başqa müəllimlərin sertifikasiyasında yığılan pullar iddia edilir. Bu pullar müddət yaxınlığında yerləşən dərzixanalara niyə yığılır və hara daşınır? İşə qəbul proseslərində böyük məbləğlərdə rüşvət yığılması iddia edilir. Bu iddiaların bəziləri faktlara əsaslanır. Bu barədə fikirləriniz. Nurlan İsmailbəyli üçün yeni yaranmış müddəada 2025-ci ilin sonu, 2026-cı ilin əvvəli struktur dəyişikliyinə nə ehtiyac var? Müddəada niyə ümumi təhsil şöbəsi yoxdur? 2024-cü il direktor imtahan nəticələri niyə indiyədək icra edilmir? Eşqi Bağırov və müavini Arslan Hacıyev arasında nə baş verir? Kim haqlıdır? Məktəblərdə rüşvət piramidası və direktorların Eşqi Bağırovla işbirliyində nə kimi maliyyə maxinasiyaları, yeyintilər var? Hesab edirik ki, bunun da Maliyyə Nazirliyinin ciddi araşdırmasına ehtiyac var deyə Nicat Mahmudov qeyd edir. Bir xəbər media olaraq adı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.